Studiyamızın qonağı millət vəkili Bəhruz Məhərrəmovdur. Bəhruz müəllim, xoş gördük. Təşəkkür edirəm birbaşa yayımıza gəldiyiniz üçün. 27 sentyabr anım günüdür. Həm də anım günü olmaqla yanaşı biz şəhidlərimizi anırıq, onların ali, yüksək ruhunu yad eləyirik. Amma həm də bugün bir qürur günümüzdür, ləyaqət günümüzdür. Çünki biz 200 illik tarixdə torpaqlarımızı işğaldan azad etmişik, qalib gəlmişik və adımızı dünya ölkələri sırasında ləyaqətlə yazmışıq. Təşəkkür edirəm. Mən də ilk öncə Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş, xüsusən vətən müharibəsində, antiterror tədbirlərində şəhid olmuş bütün yiğitlərimizin qarşısında baş ayrı olan ruhlarına ehtiramımızı bildirir. Azərbaycanın bütövlüyünün, qüdrətinin bundan sonra da Cənab İlham Əliyevin rəhbərliyi altında bu siyasi kursun öndərliyində davam edəcəyini əminliyimi ifadə etmək istəyirəm. Həqiqətən də bu gün bizim üçün böyük qürur, şərəf günüdür. Nə qədər ağır olsa da biz həm də onunla qürurlanırıq ki, biz 200 illik tarix deyirik, amma əslində qələbəmizin məzmununa baxdıqda 200 il kifayət qədər xırda rəqəm görünür. Çünki yaxın minilliklərdə öz gücü hesabına, tək başına separatizmin öhdəsindən, indi bu son 200 ildə separatizm adlanır, əvvəl necə adlanırdı, fərq etməz, mahiyyət eynidir. Separatizmin öhdəsindən, işğalın öhdəsindən gələn yeganə dövlətik, gələn yeganə lider Cənab İlham Əliyevdir. Bu mənada mən hesab edirəm ki, Azərbaycan xalqı dünyaya göstərdi ki, onun ərazi bütövlüyünü ehtiva eləyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının 2 qətnaməsi, eyni zamanda BMT Təhlükəsizlik Şurasının sədrlərinin ayrı-ayrı zamanlarda verdiyi bəyanatlar bir işə yaramadığı təqdirdə, yəni konkret, aktiv fəaliyyətdə bir işə yaramadığı təqdirdə Azərbaycan öz gücü hesabına heç kimin hər hansı formada hərbi yardım olmadan dəmir yumruğun ətrafında sıx birləşərək özünün suverenliyini bərqərar etdi. Çünki həm də 27 sentyabr bizim suverenliyə gedən yolumuzun tamamlanma tarixi olan 20 sentyabr aparan yoldur. Yəni, mahiyyət olaraq biz dövlət sərhədlərimizin bütövlüyünü məhz vətən müharibəsindən sonraki periyodda bərqərar etdik. Bu mənada hesab edirəm ki, bugün Azərbaycan tarixində həm də qızıl dövrün başlanğıcıdır. Əlbəttə, bütün bunlar bizim şəhidlərimizin canı, qanı və şəhidlərimizin komandanlığı altında vuruşduğu Müzəffər Ali Başkomandanımızın qətiyyətinin nəticəsidir və nəticə etibarilə bugün Azərbaycan yeni reallıq yaradıb və bu reallıqları, öz gücü, hərbi siyasi zəfərləri hesabına Cənab İlham Əliyevin yaratdığı bu reallığı artıq bölgədə kimsə dəyişə bilməz və bu reallığı eyni zamanda bugün dünyanın bütün iri gücləri istəsə də, istəməsə də bir mənalı şəkildə qəbul edir. Bax, bu Azərbaycan tarixinin heç bir dövründə olmayan bir qüdrətdir. Azərbaycan tarixinin, Azərbaycan dövlətçilik tarixinə biz nəzər yetirsək, Azərbaycan dövlətləri necə və hansı cür adlanmasından asılı olmayaraq tarixinin heç bir dövründə bu qədər qüdrətli və bu qədər tanınan olmayıb. Bugün Azərbaycan lideri dünyada qlobal miqyasda tanınan liderlər siyasında, hesablaşılan liderlər siyasındadır və bu, təbii ki, tarixi proseslərin təbii axarında və yaxud bizim sərvətlərimiz fonunda baş verməyib. Bu, Azərbaycanın qazandığı böyük zəfərin məhz 27 sentyabrda sözün əsl mənasında o pik nöqtəsinə çatan böyük dövrün nəticəsidir. Bəli. Və xüsusi olaraq qeyd eləmək lazımdır ki, Müzəffər Ali Başkomandan Cənab Prezident İlham Əliyev BMT-nin 4 qətnaməsini həyata keçirdən dövlətin lideri kimi BMT Baş Assambleyasının 80-ci sessiyasında vacib bir məqam qeyd elədi. Qeyd elədi ki, biz müharibədə qalib gəldik, sülhü qazandıq və bu təcrübəmizi dünya ilə bölüşməyə hazırıq. Bax, bu fikir, bax, bu tezis min illiklərə bərabər qalibiyyətdir. Yəni, bu o demək ki, yaxın şərqdə davam eləyən insan qətliamı, yaxın şərqdə davam eləyən müharibə, susmayan silahlar, eləcə də Ukrayna-Rusiya müharibəsi fonunda uzanan artıq fevralda 4-cü ilinə tamamlayacaq müharibə. Bitməyən müharibələr fonunda Azərbaycanın qısa müddətə, 44 gün ərzində və sonra 2023-cü ildə antiterror suverenliyin bərpası əməliyyatında öz məsələsini qısa müddətə həll elədi. Həll eləməklə yanaşı ərazilərdə
bərpa işləri dayanmadan davam eləyir. Müharibə bitən kimi bərpa işləri davam elədi. İstər işıq çəkilməsi, su çəkilməsi və eləcə də digər məsələlər, şəhərlər salınır, kəndlər salınır və eyni zamanda avqustun 8-də Amerika Birləşmiş Ştatlarında sülh prosesinin, sülh müqaviləsinin paraflanması prosesi həyata keçirildi. Bu misli görülməmiş bir tarixdir, misli görülməmiş siyasi strategiyanın nümunəsidir. Bu min illik qələbəyə layiqli bir prosesdir. Tamamilə doğru deyirsiniz və çox konseptual, qısa da olsa çox konseptual və çox doğru bir təhlil apardınız Murad bəy. Əvvəlcə ondan başlayaq ki, ilk növbədə bu qətiyyətlə bərabər həm də inamın nəticəsidir. Yəni, çoxları ümidini itirəndə Müzəffər Ali Başkomandan heç vaxt qələbəyə, ərazi bütövlüyümüzə, suverenliyimizin tam bərqərar olmasına inamını itirməyib. Cənab İlham Əliyev hakimiyyətə gələrkən Azərbaycan bəli, Ulu Öndərin sayəsində siyasi müstəqilliyə nail olmuşdu, amma biz iqtisadi cəhətdən tam müstəqil deyildik. Eyni zamanda o dövrdə kənar təsirlərlə burada inqilab etmək istəyən, inqilablar etmək istəyən, Azərbaycanı özünün patronajı altına salmaq istəyən çox sayılı güclər var idi. Cənab İlham Əliyev bunların hamısını bir mənalı şəkildə neytrallaşdırdı. Bu təhdidləri proqnozlaşdırıb həm qarşısını aldı, həm də mövcud təhdidləri aradan qaldırdı. Nəticə etibarilə Azərbaycanda Ulu Öndər ideologiyasına sədaqətli gənc nəsil yetişdi. Elə bir gənc nəsil ki, Vətən müharibəsində daha öncəki ayrı-ayrı dövrlərdə biz onların vətən uğrunda canlarından keçməyə hazır olduğunu birbaşa praktik olaraq gördük. Yəni söz olaraq yox, söz olaraq vətən uğrunda ölmək istəyirəm deyənlər çox görmüşük biz ayrı-ayrı dövlətlərdə. Və nəticə etibarilə Azərbaycan isə göstərdi ki, Azərbaycan xalqının sözün əsl mənasında liderinə layiq sözü imzasıdır. Və vətən müharibəsində Azərbaycanın yaşananlar, Azərbaycanın qələbəsi əlbəttə ki, bu tamamilə düz deyirsiniz, bu kompleks fəaliyyətin nəticəsi idi. Bilirsiniz, Azərbaycan qalib tərəfdir. Qalib tərəf olmasına baxmayaraq, biz məhz çox az saylı qaliblərdən fərqli olaraq qalib kimi davrana bildik. Yəni, Azərbaycan beynəlxalq hüququn aliliyini rəhbər tutaraq heç bir dövlətin şərti də olsa sərhədlərini keçmədi. İkincisi, Azərbaycan qalib gəldikdən sonra və müharibə dövründə də istər beynəlxalq humanitar hüququn hər iki qolu, Cenevra Haqa hüququna tam şəkildə rəayət etdi. Nə mülk insanları hədəf aldıq, nə yersiz dağıntılara, nə mülk obyektlərinin dağıntısına, mədəni və s. obyektlərin dağıntısına bir dənə də olsun yol verilmədi. Azərbaycan dünyaya beynəlxalq humanitar hüquq dərsi keçdi. Eyni zamanda Azərbaycan Respublikası təbii ki, BMT Təhlükəsizlik Şurasının qeyd etdiyimiz, eyni zamanda BMT Baş Assambleyasının ayrı-ayrı beynəlxalq təşkilatların çıxardığı qətnamələrin icrasını məhz tək başına yerinə getirməklə əslində dünyada BMT-nin özü başda olmaqla beynəlxalq təsisatlara, regional mexanizmlərə ünvanlanan o etimadsızlıq baxışları ki var idi, həmin o etimadsızlığı aşağı-yuxarı aradan qaldırdı. Azərbaycan həmin qətnamələrin aliliyini təmin etməklə beynəlxalq hüququn aliliyini təmin etmiş oldu. Və Azərbaycan təbii ki, qələbəsinin əbədiləşdirilməsini istəyir. Biz qələbəmizin əbədiləşdirilməsini başqa cür edə bilərdik. Azərbaycan qoşunlarının İrəvana qədər getməsinin qarşısında heç kim dayana bilməzdi. Amma Azərbaycan öz qələbəsinin, nəticələrinin əbədiləşdirilməsini iki yolda gördü. Birincisi, dayanıqlı sülhdə, ikincisi, böyük qayıdış və quruculuq prosesində. Azərbaycan prezidenti qalib tərəf olmasına və bütün istədiyi şərtləri hərbi yolla diktə edə biləcəyinə baxmayaraq, elə kapitulyasiya aktından dərhal sonra sülh təklif etdi, sülh əlini uzatdı. Və nəticə itibarilə istər bilirsiniz ki, 10 noyabr bəyanatı ilə bağlı biz sənədə imza atdıq, kapitulyasiya aktında həm də sülh şərtlərini biz ora sala bildik, nəticə itibarilə düzdür. Ermənistan ayrı-ayrı güclərin təsiri altında həmin bəyanatın şərtlərini tam şəkildə yerinə yetirməkdən yayınlanma. Daha sonraki dövrlərdə Azərbaycanın, Ermənistan və digər qüvvələrin ölkəmiz üzərində təsir uşağı kimi istifadə edə biləcəyi məqamlar, məsələn, separatizm ocağını söndürməklə biz bir mənalı şəkildə bu bölgədə proseslərin lehimizə işlədiyini dünyaya sübut etdik. Təbii ki, bu Cənab İlham Əliyevin çox vektorlu xarici siyasət kursu və Azərbaycanın güc və imkanları və dövlət başçımızın qətiyyəti ilə bağlı olan məqam idi. Sonraki dövrlərdə bilirsiniz ki, artıq Ermənistan Azərbaycan prezidentinin beynəlxalq hüquqa əsaslanaraq müəyyən etdiyi şərtləri qəbul etməyə və Vaşinqtonda həmin şərtləri paraflamağa məcbur oldu. Əlbəttə, mən qeyd etdim ki, biz zəfərimizin dayanıqlılığına iki yolla təmin etməyi hazırlaşdıq və bu istiqamətdə addımladıq. Birinci, sülh yolu ilə, hansı ki, indi de facto sülhə nail olmuşuq. İkincisi isə böyük quruculuq və böyük qayıdış prosesi ilə. Azərbaycan prezidenti
birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə birlikdə işğala, təcavüzə son qoyulmasından 10 gün ötmədən həmin bölgələrə səfər etdi, yerində tapşırıqlarını verdi və dünyada analog olmayan bir quruculuq bərpaya şahidlik edirik. Cəmi 8 aya beynəlxalq uçuşları qəbul edə bilən artıq hava limanı istifadəyə verildi. Ardınca digər bu quruculuq, bərpa, infrastruktur nəticə itibarilə bugün Qarabağ və Şərqi Zəngəzur minalarla çirklənməsinə baxmayaraq 50 mindən artıq insan təhlükəsiz qayıdışı təmin olundu və nəhayət qeyd etdiyiniz çox vacib bir məqam. BMT Baş Assambleyasının 80-ci sessiyasında Müzəffər Ali Başkomandanın çıxışı. Bu çıxış çoxları tərəfindən gözlənilirdi. Elə BMT tərəfindən, BMT-nin üzvləri tərəfindən səmimi şəkildə niyə gözlənilirdi? Ona görə ki, Azərbaycan prezidentinin deməyə sözü var idi. Azərbaycan prezidentinin tövsiyə verməyə haqqı var idi. Bugün dünya alışıb yanır. Cənab İlham Əliyevin Şuşadan 3 il əvvəl bəyan etdiyi kimi Azərbaycan isə təhlükəsizlik adasıdır. Baxın, nüvə dövləti 4 ildir müharibəni dayandıra bilmir. Azərbaycan 44 gün ərzində məsələsini həll etdi. Azərbaycan 4-5 saat ərzində, 23 saat deyirik biz. 23 saat siyasi proseslərlə bir yerdədir. Amma qaynar xətt 4-5 saat ərzində separatizmə son qoydu. Budur nəticə və bu mənada bizim BMT-də, BMT kürsüsündən ustad dərsi keçməyə haqqı olan bir liderimiz var və həmin lider də o ustad dərsini keçdi. Bizim yenə mesajlarımız nə oldu? Bizim mesajlarımız yenə sülh oldu, yenə sabitlik oldu. Biz bu bölgə nəhayət dayanıqlı sülh və inkişaf arzu edirik. Hansı ki 2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında da Cənab Prezident İlham Əliyev dövlət rəsmi nümayəndəsi kimi həmin çıxışında da dünyaya ədalət çağırışı etmişdi. Beynəlxalq hüququn qorunması çağırışını etmişdi. Sülh çağırışı etmişdi və haqsızlıqların dünyada bitməsi çağırışını etmişdi. Və üstündən 22 il keçib BMT Baş Assambleyasının 80-ci sessiyasında qalib dövlətin qalib lideri kimi Cənab Prezident yenə dünyaya ədalət çağırışı etdi. Bu deməkdir ki, dünyada o beynəlxalq güc və eləcə də beynəlxalq hüququn təmin olunması dövlətin, liderin və xalqın özünün əzmi ilə mümkündür. Hansı ki, Azərbaycan bunun ən gözəl nümunəsini göstərdi bütün dünyaya. Xüsusi olaraq qeyd etməkdə fayda var ki, bütün dünyaya bir Azərbaycan nümunəsi gətirilib. Sizin də qeyd elədiyiniz kimi Şərqi Avropaya düşən hissədə, yəni belə deyək, Ukrayna-Rusiya müharibəsi Şərqi Avropanı əhatə edir adətən. Oradakı müharibənin 4 ildir davam etməsi, yaxın şərqdəki müharibənin qanlı bir bəlaya çevrilməsi və eləcə də dünyada baş verən bu haqsızlıqlar fonunda bir də dünyanın həsəd apardığı, dünyanın qibtə etdiyi Azərbaycan modeli var, Azərbaycan lideri var, hansı ki, istər beynəlxalq təşkilatlar kontekstindən, istər siyasi, beynəlxalq siyasi müstəvi kontekstindən həsəd aparırlar və Azərbaycanı nümunə göstərirlər və Azərbaycanla tərəfdaşlığa meyl eləyirlər, Azərbaycana tərəfdaşlığa can atırlar. Elə Amerika Birləşmiş Ştatlarının prezidenti Cənab Trumpın BMT Baş Assambleyasının tədbiri zamanı Cənab Prezident İlham Əliyevlə dialoqu, səmimi dialoqu, siz çox gözəl insansınız, mən sizinlə sözün əsas fəxr eləyirəm kimi kəlmələr Azərbaycanın bugün hansı qlobal səviyyədə olmasının göstəricisidir. Tamamilə doğru buyurursunuz. Bəli, əlbəttə ki, mən bir daha deyirəm, bizim yaşadığımız bu proseslər tarixi gedişatın təbii axarında öz-özünü ortaya çıxmayıb. Bunun arxasında gərgin əmək dayanır, bunun arxasında böyük liderlik dayanır və bilirsiniz, bir də biz özümüzü tərifləyib keçmirik. Yəni, baxaq vəziyyətə, sadəcə reallıqları sadalayaq. Bir tərəfdə bitməyən, tükənməyən müharibə, çox sayılı yüz minlərlə ölü və s. və ilaxırı. Digər tərəfdə isə cəmi 44 günə və mümkün qədər az sayda o şəhidlərin hər biri bizim canımızdan candır. Amma nəzərə alaq ki, 1-ci Qarabağ müharibəsində bizim şəhidlərimizin sayı az qala 30 minə çatırdı. Bugün daha ağır relyefdə, bugün 90-cı illərdə baxmayaraq ki, işğala məruz qalan tərəf idik və həmin o üstünlüklər ilk növbədə bizdə idi. Bunu etiraf eləyək. O zaman AXC Müsavat hakimiyyətinin satqınlığından sonra o yüksəkliklər keçdi ermənilər tərəfə. Ondan sonra da işğal tamamilə asanlaşdı. Amma bugün isə, yəni Vətən müharibəsində isə biz artıq o möhkəmlənmiş, 30 il ərzində möhkəmlənmiş sədlərlə özünü qoruya bilən, ciddi müdafiə qabiliyyəti formalaşdıran Erməniyə qarşı mübarizə aparırdıq və çox daha az itki ilə, mən bir daha deyirəm, itki bizim üçün o şəhidlərin hər biri bir orduya bərabər itkidir. Amma say olaraq 30 min və bizim
Vətən müharibəsindəki şəhidlərimizin sayı müqayisə olunmazdı. Görün, nə qədər evlərə o sözün əsl mənasında od düşə bilərdi, nə qədər evlər ağlar qala bilərdi. Bax, budur nəticə, real nəticə. Az itki ilə, nisbi 90-cı illərə nisbətən və çox ciddi şəkildə böyük bir qələbəyə biz nail olduq. Əlbəttə, bütün bunlar göstəricidir. Bütün bunlar Azərbaycanın güc və imkanlarının göstəricisi, eyni zamanda liderinin siyasi qətiyyətidir. Bax, bilirsiniz, Vətən müharibəsi dövründə jurnalistlər gəlib bura, öyrədilmiş jurnalistlər, özlərini prokuror kimi aparırdılar. Sözün əsl mənasında ayrı-ayrı liderlər, bax elə BMT Təhlükəsizlik Şurası sözün əsl mənasında o təxribat yuvasına dönmüşdü Azərbaycana qarşı. İri-iri dövlətlər Azərbaycanı öz ərazisini işğal etməkdə günahlandırırdılar. Təsəvvür eləyin, bax belə bir məqamda Cənab İlham Əliyev tək başına o informasiya, siyasi, diplomatiya müharibəsində tək başına hər kəsə qalib gəldi. Belə bir məqam da deyə bilərik, belə bir fikir də deyə bilərik. Bilməm, indi razılaşacaqsınız yoxsa yox. Həm də Cənab Prezident İlham Əliyevin komandanlığı ilə, baş komandanlığı ilə qazanılmış qələbə, həm də beynəlxalq təşkilatların üzərinə sıçramış o ləyaqətsizliyi təmizlədi. Həm də onların şərəfini təmizlədi və ona görə də bugün ən ali kürsüdə Cənab Prezident çıxış eləyir və onlar heyranlıqla qulaq asırlar. Çünki onlar çirklənmişdilər, onlar ədalətsizliyə bulaşmışdılar və biz ədaləti bərpa eləmişik deyəndə sizin sözünüzə qüvvət, özümüzü tərifləmirik. Bakı Hərbi Məhkəməsində erməni vətəndaşları törətdikləri cinayətlərə görə, terrorçuluğu maliyyələşdirdiklərinə görə, zorla işğala görə cavab verirlər. Məhkəmə qarşısındadılar. Bu ədaləti də Azərbaycan lideri, Azərbaycan dövləti, Azərbaycan ordusu təmin edir. Tamamilə doğru buyurursunuz. Bilirsiniz, dünya doğrudan da ədalətli deyil. O mənada ki, başqalarına münasibətdə cəmi bir neçə saata icra olunan qətnamələr Azərbaycanın münasibətdə 30 il icrasız qaldı. Amma Azərbaycan dövləti göstərdi ki, bizim heç kimin ədalətinə möhtaçlığımız, ehtiyacımız yoxdur. O ədaləti biz özümüz təmin edirik və Azərbaycan dövləti bugün istər o terrorçuları, istər o cinayətkarları müvafiq olaraq ədalət mühakiməsi qarşısına çıxarmaqla, istər Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq bərpa prosesi həyata keçirməklə, istərsə də BMT Təhlükəsizlik, BMT Baş Assambleyasındakı o qalib deklarasiyası ilə biz göstəririk ki, ədaləti təmin etdik. Bəhruz müəllim, biz qalmışdıq ədalətin bərpa olunması, o erməni vətəndaşlarının cinayətlərinin Azərbaycanda, Bakı Hərbi Məhkəməsində haqqı hesab edilməsi. Bu tarixi ədalətdir. Bu ədaləti də Müzəffər Ali Başkomandan Azərbaycan ordusu, Azərbaycan xalqı yaratdı. Hansı ki, illərlə beynəlxalq təşkilatlar buna nail ola bilməmişdi. Tamamilə razıyam. Həqiqətən də bugün Azərbaycana qarşı, Azərbaycan dövlətinə, Azərbaycan xalqına, mənafelərimizə, maraqlarımıza qarşı cinayətlər törətmiş, eyni zamanda işğal və təcavüzdə ehtimal olunan kultrasid, urbasid və digər çox saylı cinayətlər törədilən, ekosid törədən şəxslər, törədilməsinə birbaşa təşkilatçılıq eləyən, birbaşa icraçılıq eləyən şəxslərin artıq Azərbaycanda, Azərbaycan məhkəməsi, Azərbaycan hakimi qarşısında dayanması və mühakimə edilməsi bu özlüyündə ədalətin bərqərar olunması. Əlbəttə ki, ədalətin bərqərar olunması yalnız günahkarların mühakimə edilməsində ehtiva olunmur. Ədalətin bərqərar edilməsi həm də Azərbaycan Respublikasının özünün ərazi bütövlüyünü bərpa etməsində, özünün suverenliyini bərqərar etməsində dayanır. Nəzərə alaq ki, beynəlxalq hüquq uzun dövr ərzində sözdə olub. Söz olaraq beynəlxalq hüquqla Azərbaycan əraziləri Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri kimi tanınıb sadəcə. Amma həmin ərazilərin başqalarının işğalında olmasına açıq reaksiyalar sözdən o yana getməyib. Bilirsiniz, bəzən fikirləşə bilərik ki, BMT Təhlükəsizlik Şurasının icra mexanizmi yoxdur. Amma necə olur bəzilərinə münasibətdə bir neçə saat ərzində həmin qətnamələr icra olunur və BMT-nin mənzil qərargahından 10.000 kilometrlərlə kənarda həmin qətnamələrin icrası üçün təyyarələr havaya qaldırılır. Azərbaycana münasibətdə isə yalnız o artıq tarixin arxivində, tarixin zibilliyində olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfərləri, turist səfərləri ilə yadda qalırdı. Və həmin səfərlərdə nəyə xidmət edirdi? İşğalın əbədiliyinə. İşğal dondurulsun, Azərbaycanda yeni nəsillər yetişsin, yeni nihilist nəsillər də o torpaqları artıq istəməsin, həmin torpaqları
bilirsiniz, özlərini bugün dünyada dünya vətəndaşı sayan, dünya vətəndaşı hesab edən bir nəsil formalaşır. Və həmin o iri güclərin, beynəlxalq qüvvələrin niyyəti də ondan ibarət idi ki, Azərbaycanda da həmin nəsil yetişsin və bir torpağa görə vuruşmağın lazım olmadığı qənaəti formalaşsın. Amma Azərbaycan elə etmədi. Azərbaycan liderinin rəhbərliyi altında həyata keçirilən ideoloji iş elə bir gənc nəsil formalaşdırdı ki, o gənc nəsil Azərbaycanın hər qarış torpağına, hər daşına görə canlı qanlı verməyə hazır olduğunu göstərdi. İstər biz aprel döyüşlərində buna şahid olduq, istər Tovuz döyüşlərində şahid olduq. Eyni zamanda da Vətən müharibəsindən terror tədbirlərində buna şahidlik etdik. Bəli. Və nəticə itibarilə siz tamamilə doğru qeyd edirsiniz ki, biz beynəlxalq hüququn aliliyini təmin etməklə əslində qətnamələri havada qalmış, ümumiyyətlə yalancı statusu da artıq almaqda olan, özünə etimadı itirmiş təşkilatların az-çox nüfuzunu bərqərar etdik, nüfuzunu bərpa etdik. Və bugün onun üçün bizi dinləyirlər. Həm də bilirsiniz, biz yalnız qələbə ilə kifayətlənməmiş, biz qələbədən sonra bölgəyə yeni dövr gətirmişik. Cənubi Qafqaz çox mürəkkəb bir bölgədir. Cənubi Qafqazı nə yaxın şərqlə, nə Rusiya-Ukrayna cəbhəsi ilə, nə Avropa ilə müqayisə etmək olmaz. Cənubi Qafqaz kimi bir bölgəyə sülh gətirə bilmək bu tarixin ən böyük nailiyyətlərindən biridir və Cənab İlham Əliyev bugün faktiki olaraq Cənubi Qafqaza de facto sülhü gətirə bilib. İndi qalıb sülh müqaviləsinin imzalanmasına, sülh müqaviləsi də heç şübhəsiz ki, imzalanacaq. Ermənistanın da bu və digər formada artıq sonraki addımlarını proqnozlaşdırmaq mümkündür. Bu, onların sülhə olan hörmətinin, ehtiramının və yaxud sülh niyyətlərindən irəli gəlmir. Bu, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, formalaşdırdığı siyasi reallıq və dünya maraqlarının bu prosesdə uzlaşdırmasının nəticəsidir ki, Ermənistanın başqa çıxış yolu yoxdur və mən ümid edirəm ki, biz yaxın dövrlərdə yekun sülhə də artıq şahidlik edəcəyik. Bəli, Azərbaycanın yekun sülh məsələsində də fikri qətidir, aydındır, çağırışı bir mənalıdır. Konstitusiyada dəyişiklik Azərbaycan ərazisinə qarşı iddiaların kökündən ləğv olması. Yəni, bugün bu qədər beynəlxalq münasibətlər, diplomatik münasibətlərdə üstünlük, yaxşı münasibətlər fonunda Azərbaycan son sülh sazişi diktəsini də eləyəcək gücdədir. Bu da Azərbaycanın gücü. Bir mənalı şəkildə bu da Azərbaycanın gücüdür. Çünki Azərbaycan həm də dünyada elə bir nüfuza malikdir ki, biz yalnız özümüzə münasibətdə ədalət arzulayan tərəf kimi görünmürük. Covid-19 ilə mübarizədə Azərbaycan dünyanın ədaləti təmin edən, fərqliliyə, faktiki olaraq bərabərsizliyə münasibətdə səsini, haqq səsini qaldıran tək lider Azərbaycan prezidenti oldu. Bu istiqamətdə səyləri birləşdirən, vaksin millətçiliyinə qarşı mübarizə aparan bir lider kimi biz ortaya çıxdıq. Eyni zamanda Azərbaycan prezidentinin qoşulma hərəkatının sədri kimi ayrı-ayrı istiqamətlərdə həyata keçirdiyi qəti addımlar, dünyada bir daha deyirəm, yenə də o bərabərsizliyin, ədalətsizliyin qarşısının alınması, niyə kolonist siyasətə, niyə imperialist siyasətə münasibətdə Azərbaycan dövlətinin dünyada aparıcı mövqeyə sahiblənməsi, Azərbaycan liderinin rəhbərliyi altında kolonial işğalla mübarizə tamamilə yeni bir geosiyasi format dünyada meydana çıxartdı və bugün biz Azərbaycanda ədalət tələb edib, həmin o ədaləti bərqərar edəndə artıq dünyanın bizim niyyətimizə şübhəsi yoxdur. Baxmayaraq ki, eyni zamanda biz onu da qeyd etməliyik ki, bu prosesdə dünya heç də tam şəkildə bizim yanımızda olmayıb. Əslində biz işğala təcavüzə son qoyanda, biz separatizmə son qoyanda gəlib sərhədlərimiz kənarında qanunsuz şovlar keçirmək istəyirdilər. Binokl diplomatiyası aparırdılar. Eyni zamanda hansısa xəstə, xərçəng xəstəsi olan erməninin şəklini Amerika Birləşmiş Ştatlarının senatında nümayiş etdirib. Azərbaycanın blokadası nəticəsində acından olan, ölən şəxs kimi bizi rüsvay etmək istəyirdilər. Bizi sanki barbar bir subyekt kimi qələmə vermək istəyirdilər. Amma bilirsiniz, deyir, haqq üzülər, haqq nazilər, amma üzülməz. Nəticə itibarilə Azərbaycan göstərdi ki, kimsə bu bölgədə beynəlxalq hüququn dili ilə danışmaq istəyirsə, hüquq bizim tərəfimizdədir. Yəni, hətta BMT-nin, eyni zamanda BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, BMT Təhlükəsizlik Şurası sədrlərinin bəyanatları, digər təsisatların bəyanatları real, praktik işə yaramasa da, nəzəri əsaslarla bizim işimizə yaradı. Əgər beynəlxalq hüquqdan danışırıqsa, baxın, həmin sənədlər beynəlxalq hüquq mənbələr idi və deyirdilər ki, Azərbaycanın bu torpaqları Azərbaycanın ərazisidir. Yox, əgər gücün hüququndan danışırıqsa, Azərbaycan güclüdür. Azərbaycan bugün nəinki Cənubi Qafqazda, bütövlükdə bölgəmizin orta güc kimi əsas
aparıcı qüvvəsidir. İstər ordu quruculuq baxımından, istər müdafiə sənayesi baxımından, istər hərbi siyasi əlaqələr baxımından, istər xalq, ordu, iqtidar birliyi baxımından bunlar hamısı ciddi göstəricilərdir və nəticə itibarilə biz haqqı, ədaləti yalnız siyasi yox, həm də hərbi yolla diktə edəcək güc olduğumuzu dəfələrlə sübut etmişik. Tamamilə doğru qeyd edirsiniz və bayaq da qeyd elədiyimiz kimi bütün bunlar istər dünya hərb tarixi üçün, istər dünya diplomatiya tarixi üçün dərslik vəsaiti kimi istifadə olunur və olunacaq. Çünki dünya heyranlıqla baxır. Sizin də qeyd elədiyiniz kimi qısa müddət ərzində suverenliyi bərpa etmək, ərazi bütövlüyünü bərpa etmək və işğaldan azad olunmuş torpaqlarda beynəlxalq tədbirlərin keçirilməsi, prezidentlərin, dövlət rəsmilərinin ora səfər edilməsi, 3 hava limanının, beynəlxalq hava limanının hazırlanıb istifadəyə verilməsi, Füzuli, Zəngilan, Laçın hava limanlarının istifadəyə verilməsi, bütün bunlar güc deməkdir. Bütün bunlar strateji siyasətin nümunəsidir. Və eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı gücü də bu məsələdə danılmazdır. Azərbaycan təkcə Azərbaycanın daxili vəziyyəti ilə deyil, həm də beynəlxalq müstəvidə əsas aktora çevrilib. Bu da bir reallıqdır. İstər Türk Dövlətləri Təşkilatında, istər elə qeyd elədiyimiz bu BMT təşkilatında, istər COP29-un Azərbaycanda keçirilməsi və beynəlxalq aktor olduğumuzu bir daha göstərmək kontekstində indi yaxın günlərdə MDB oyunları keçiriləcək. Azərbaycanda bir neçə şəhərlərimizdə açılış, bağlanış mərasimi olacaq. Bütün bunlar prosesdir. Sürətlə davam edən bir prosesdir. Azərbaycanı daha da gücləndirən bir prosesdir. Təkcə bir idman oyunu kimi deyil, təkcə bir siyasi tədbir olaraq deyil, həm də Azərbaycanı bütövlükdə vahid, güclü dövlət olduğunu sübut edən bir prosesdir. Bugün Azərbaycan bir mənalı şəkildə qlobal miqyasda təhlükəsizlik ocağı kimi tanınır. İdman yarışları, beynəlxalq tədbirlər hansı coğrafiyalarda keçirilir? O coğrafiyalarda keçirilir ki, həmin coğrafiyalarda sabitlik var. İctimai qayda təmin olunur, ictimai təhlükəsizlik təmin olunur. Bugün dünyanın 7-liyinə daxil olan dövlətlərin belə şəhərində gecələr gəzmək olmur. Problemlər meydana çıxır, cinayətkarlıq baş alıb gedir bu və ya digər formada. Azərbaycan tam təhlükəsiz, sözün əsl mənasında tam təhlükəsiz bəşəri dəyərlərin ideallığının təmin olduğu, ali idealların təmin olduğu bir ölkədir. Və bu da təbii ki, iri tədbirlərin, iri beynəlxalq yarışların ev sahibliyi üçün Azərbaycanı ideal məkana çevirir. Və nəticə itibarilə qeyd etdiyiniz kimi istər COP29, istər daha öncəki dövrlərdə Avroviziya, eyni zamanda daha sonraki dövrlərdə Avropa oyunları, İslam oyunları, bunlar hamısı və nəhayət Formula 1 tədbirləri, eyni zamanda indi hal-hazırda MDB oyunları, bunlar hamısı Azərbaycanın açıq şəkildə nüfuzunun göstəricisidir. Yəni, bilirsiniz, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri hər zaman o beynəlxalq hüququn ümumtanınmış normalarında əks tapan vacib bir prinsip var, pactus sunt servanda. Həmin prinsip, yəni öhdəliklərini vicdanla əməl edən dövlət kimi, sözümüz, imzamız olan dövlət kimi bir mənalı şəkildə tanınır və təsəvvür eləyin, müharibə dövründə, müharibənin qızğın çağında, məsələn, bilirsiniz ki, Tovuz döyüşlərində Bakı-Tiflis, Ceyhan boru kəmərinin tam yaxınlığında az qala döyüşləri gedirdi. Eyni zamanda elə Vətən müharibəsi və sonraki dövrlərdə də Azərbaycanın bir dənə də olsun layihəsində, bir dəfə də olsun enerji nəqlində və s. üzərinə götürdüyü öhdəliklərində biz ləngimə görmədik. Baxın, bu günlərim yenə də mən hansısa dövlətin adını çəkmək istəmirəm, amma bəzi dövlətlər var ki, müharibə aparırlar paytaxtlarından 1000 kilometrlərlə kənarda və onların paytaxtında müharibənin ab-havası açıq şəkildə hiss olunur. 44 gün ərzində Bakıda müharibə ab-havası yox, 44 gün ərzində Bakıda, bölgələrimizdə ancaq qələbə əzmi hiss olundu. Doğrudur. Və Azərbaycan dövləti də Vətən müharibəsində, eyni zamanda bunu açıq demək lazımdır, Vətən müharibəsi həm də dövlət-xalq münasibətlərində bir sınaq oldu. Azərbaycan dövləti bu sınaqdan böyük uğurla keçdi. Azərbaycan ailəsinə gələn hər bir şəhidlə bərabər Azərbaycan dövlətinin nümayəndələri həmin evdə, həmin ailənin ocağın acısına sözün əsl mənasında şərik oldu. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın nümayəndələri, elə mənim təmsil etdiyim Biləsuvar rayonundan mən misal olaraq deyim, həmin dövr ərzində biz rayonda olduq, həmin bölgədə şəhidli ailələrinin yanında olduq.
inanın ki, hər anda o şəhid anası, o şəhid atası bir mənalı şəkildə Mehriban xanımın və dövlətimizin, cənab prezidentin bütövlükdə qayğısını elə yerindəcə orada da hiss edirdi və bugün də həmin diqqət, qayğı davam edir. Mən bir misal da deyim. İkinci Dünya Müharibəsindən sonra yalnız İkinci Dünya Müharibəsi başa çatdıqdan 20 ildən artıq bir müddətdən sonra həmin müharibənin nəticələri konkret vurğulasaq, o zamanki Böyük Vətən müharibəsi. Müharibənin nəticələri, orada igidlik, qəhrəmanlıq göstərmiş şəxslərə münasibətdə təltiflər yalnız ondan sonra başladı. Azərbaycan dövləti orden və medallarını elə qələbədən dərhal sonra şəhidlərimizin ailələrinə, eyni zamanda müharibə iştirakçılarına təqdim etdi. Onlara dövlət qayğısı ilə, əhatələnmə ilə müharibə başa çatan andan biz hiss etməyə başladıq. Çox təşəkkür edirəm Bəhruz müəllim, gəldiyiniz üçün, birbaşa yayımımızda iştirak elədiyiniz üçün, vacib məsələlərə toxunduğunuz üçün qeyd edeyim ki, 27 sentyabr anım günündə xüsusi buraxılışımızın qonağı millət vəkili Bəhruz Məhərrəmov idi. Biz 27 sentyabr tarixində, ləyaqət günündə, qeyrət günümüzdə şəhidlərimizi qürurla andıq.